Yenə nə tapmısan Emin? Yenə Əlyanlıya düşmə ev tapmışıq. 2 otaqlı. Aha. Nə meyvəli. Ev harda yerləşir? Ev Abşeronların masasında götürürsən. 6 nömrə məktəbin tam yaxınlığı. Evin nəyi var? Evin nə meyvəli qalacaq. Aha. At biləyini, kombi sistemi hamısı gözləri. Hamısı var. Karavan içərisində qoyulur edilər. Ay sağ olayım. Amansanızı. Kubikdir, qoşa kubikdir. Qoşa kubik gözlər. Aksesuarlar da var. Qoşa kubik. Burada işıq yanmır, hə mi? Ev yoxdur, telefon işığı. Lamskası yanıqdır. Ora yataq otağıdır. Ev neçədir, qiymət neçədir mi? 52.500 manat. 52.500. Paket qıcadır. Həyətinə maşın girir. Həyətinə bir maşınlıq yeri var. Təşviq. Hələ qıraqda yeri də var. Qıraqda yeri də var. Aha. Kəndi var, Əlaba kəndi. Burada Kanalizasiya mərkəzi deyilmi? Bəli, mərkəzi kanalizasiya. Padvalını göstər. Qupqurudur padval. Qurudur, qoşadaş. Padval da qupqurudur. Qoşadaşdır. Emin, göstərək kombisində. Kombini göstərək. Kombisi təzədir, tam təchizatdır. Nə firmasıdır? Niyahot. Niyahot qəşəkdir. O gün mən Fəriddən soruşdum ustadan. Aspirator alırdıq. Dedi Niyahot qəşəkdir. Hə, Emin. Gördüyünüz kimi ev 52.500 manatdır. 6 nömrə məktəbi tam. Reşotkalar da var, Emin. Şəhərləşmə kimi. Reşotkalar da var. Real alıcı endirim. Küçəsi də asfaltdır, hə? Bəli. Qəşəkdir küçəsi də. Tək göstərmirik küçəsi. Kanalizasiya da mərkəzidir. Mərkəzi kanalizasiyadır. Emin, ümumiyyətlə masajır necə yerdir? Havası necədir? Yeri yaxşı yerdir, havası da yaxşıdır. Havası da yaxşıdır. Damad buradan o vaxtı gedirdi Yaltıya. Deyirdi Asman var. Naxçıvana gedirdi, deyirdi Asman var. İndi Duz Gölü düz qulağımızın dibindəymiş. Xəbərimiz olmadı. Havası duzludur, damaq gəlir Duz Gölünə görə. Havası duzludur, yoxsa Duz Gölünə yaxındır. Duz Gölü havası deyir. Sağ ol Emin, Sağ sağ ol. ol, salamat qalın.